Rəsmi Bakının Cənubi Qafqazda sülh və sabitliyin təminatına dair qəti və dəyişməz diplomatiyası Ermənistan hakimiyyətini qıcıqlandırmaqda davam edir. Rəsmi İrəvanın dolayı təxribatları geosiyasi durumu gərgin fazada saxlayır. Ənənəsinə sadiq qalaraq Ermənistan Silahlı Qüvvələrinin bölmələri bu dəfə də atəşkəsi pozub. Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən aprelin 18-i saat 22:35 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətə adekvat cavab tədbirləri görülüb. Ekspertlər bildirirlər ki, Ermənistan bu minvalla sülh sazişini imzalamaq niyyətində olmadığını açıq şəkildə büruzə verir. Nə zaman ki, Azərbaycan tərəfindən Ermənistana sülh prosesi ilə bağlı şərtlər göndərilir və bununla bağlı irəliləyişlər əldə olunan zaman artıq Ermənistan tərəfindən pozuculuq fəaliyyəti öz işini görür və təxribata əl atılır və məsələ bundadır ki, Ermənistan tərəfindən bu təxribatları birinci dəfə deyildir, zaman-zaman olub və yenə də davam edəcəkdir və indiki halda sülh prosesində kağız üzərində deyil, əməli olaraq Ermənistan Azərbaycanın dediyi şərtlərə əməl etməlidir. Davamlı xarakter almış bu davranışları rəsmi İrəvanın əslində nəyi hədəflədiyi sualını bir daha gündəmə gətirir. Xatırladaq ki, regional sabitlik üçün rəsmi Bakının iki şərti var. ATƏT Minsk qrupunun ləğvi və Azərbaycana qarşı ərazi iddialarının olduğu konstitusiyanın dəyişdirilməsi. Təhlillər göstərir ki, öhdəliklərinə əməl etməkdən boyun qaçırması əslində Ermənistanın 3 hiyləgər məqsədini gün işığına çıxarır. Burada Ermənistan bir sıra məqsədlər güdür. İlk növbədə Avropa İttifaqının dırnaqarası mülki missiyasının Ermənistanda yerləşməsindən istifadə edərək bu missiyanın davranışlarını öyrənməyə çalışırlar. Digər tərəfdən, bölgədə gərginliyin artırılması mənzərəsini yaratmaqla Cənubi Qafqaza Ermənistan daha çox diqqətləri cəlb eləməyə çalışır və bununla sanki Azərbaycanın bölgədə gərginlik ocağını formalaşdırması, Ermənistana silahların artırılması və müdafiəçisinin möhkəmləndirilməsi mesajları verilməkdədir. Ekspertlər üçüncü səbəb kimi diqqətləri rəsmi İrəvanın daxili siyasətinə yönəltməyi məqsədə uyğun hesab edir. Bildirilir ki, Ermənistan rəhbərliyi daxildə Azərbaycana qarşı aqressiyanı daha da alovlandırmaq istəyir. Bundan başqa keçirilməsi planlaşdırılan parlament seçkilərində baş nazirin qalibiyyət uğrunda indidən mübarizə apardığını deyən analitiklər bənzər təxribatların davam edəcəyini proqnozlaşdırır. Zeynəb Mirzəyeva, Real.